Kaxetidə tüçürbəcisi hadisə baş verib. Azyaşlı qız 50 yaşlı kişidən uşaq dünyaya gətirib. Bu məsələ doğuşdan sonra üzə çıxıb. Qızın uşağı dünyaya gətirdiyi klinikadan məlumat verilib və hüquq mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıblar. Araşdırma aparılan zaman məlum olub ki, həmin şəxs azyaşlının bacısına qarşı da qeyri-qanuni hərəkətlər edib. Qeyd edək ki, azyaşlıların anası baş verən hadisəyə bir müddət inanmayıb və təqsirləndirilən şəxs də özünü məhkəmədə müdafiə edib. Bununla bağlı bacılar məktəb rəhbərliyinə və tibb müəssisəsinə də ətraflı məlumat veriblər. Tel-Aviv məhkəməsi sübutları kifayət hesab edərək təqsirləndirilən şəxsə 17 illik həbs cəzası verib. Bunu Tbilisi məhkəməsinin də təsdiq edəcəyi gözlənilir.